Bir gün Ağa Əmirülmömin əleyhissalam minbərdə səhabəyə üz tutaraq, insanlara üz tutaraq səslənir ki, səluni qəblə ən təfqiduni. Nə qədər məni əl üzdən verməmsiniz, mən sizin arozdan getməmişəm, nəyin barəsində istəyirsiniz, məndən soruşun. Bu sözü deyəndə bir nəfər aralarından bir kişi qalxır ayağa durur. Heç kim tanımadıq. İndi burada ola bilər eləmiz var ki, heç birimiz tanımırıq. Qonaq qismində gələnlərimiz var. Düzmü? Qalxır hamının içərisindən ayağa Həzrəti Əmirülmömin əleyhissalama söyləyir. Deyir, ya Əmirəlmöminin, sən ki deyirsən mənə nəyin haqqında deyirsiniz, sual edin, soruşun, səndən sualım. De görüm, Cənab-ı Cəbrəil indi hal-hazırda hardadır? Deyə bilərsənmi ki, Cənab-ı Cəbrəil hardadır? Mövla Əli bir asimana nəzər salır, bir yerə, sağa, sola, arxaya və qarşısına nəzər salanda qalə əntə Cəbrail aleyhissalam. Sən elə Cəbrail aleyhissalamın özüsən. Sənsən Cəbrail. Və bu sözü Həzrət buyurduqda o kişini insanlar görmür və orada olanlar təəccüb içərisində Həzrətdən soruşurlar. Ya Əmirəlmöminin, sən hardan bildin ki, o Cənab-ı Cəbrailin özüdür? Burada mən asimana nəzər etdim, aləmin mələkuta nəzər etdim, o mələklər aləminə nəzər etdim, Cənab-ı Cəbraili orada görmədim. Yer aləminə nəzər etdim, sağa sola görmədim, əmin oldum ki, elə sual verən özüdür. Oradan əmin oldum və dedim sənsən. Biz belə bir şahın, belə bir sultanın, belə bir ağanın davamçılarındanıq.